Salam dostlar, bugünkü videoda ben Nita yoksa Lumi yoksa Kit hakkında məlumat vereceğim. Videoyu kesmemişten önce videoya like atıp abone olmak, bildirim işaretini açmağı, şərh yazmağı like atmağı dediniz. Bu videomu paylaşmağı unutmayın. Keçək video. Keçdik video. Sen dostlar, bilmeyenler için Lore dilində deyirəm. 3 tane karakter seçmişəm. Bir dənə də var, onu axırda deyəcəm. 3 tane karakter seçmişəm. Onlar haqqında sevirəm yoxsa sevmirəm. Bunlar deyəcəm. Video like atmağı, şərh yazmağı, bildirim işarəsini açmağı, bu video paylaşmağı. Brawl Stars. Dostlar, Laz YouTube'a qayıdır. Laz da Brawl Stars oynasın. Postu paylaşmıştı. Baktım, gördüm ki deyik 2026'da 4 oktyabrda saat 15:00'da, yani dostlarımın üstüne bilmedim. Onda video paylaşılır. Postu yəqin ki görmüşsünüz. Ben Shorts'lardan da geldi. Uyudu ne düşür. Azerbaycan YouTube'a yavaş yavaş inkişaf ediyor. Yavaş Allah bugün gelmişiz. Neyse. Ben de YouTube kanalımı izlemeyi unutmayın. 10 aboneyi, 10 abone çeşitliyiz. Adım olması da değişmişim. Kral. Kral geri döndü. Geri tanışamadım. Kral geri döndü. Uyudum çünkü o 3 haftada ondan video paylaşalım. Prosto izlemeriz. İzlersen neyse keçək Nita. Nita'nı belə çox sevmirəm. Bir dəfə Nita'nı sevdiyim məqam o öləndə ultimi açmışdım. Ultidə ay varı. Ayı hemen o beni öldüren karakter var idi. Adı yadımdan çıxdı. Neydi adı yadımdan çıxdı. Və ayı onu parçalanmadı. Belə xırç eləmədi. Ayı onu öldürdü. Sonra kazandım. 3 tane də mənə verdilər oynanma görə. Bəzi vaxtlarda vermirlər amma Nita belə vuran kimi belə göyrəkdə şey var ha, dəyir adama. Amma Nita çox da yaxşı karakter demək olar əslində. Çox da yaxşı deyil, çox da pis deyil. Normal karakterdir. Deyək belə çox da yaxşı, çox da pis deyil, amma normal karakterdir. Adamlar onu unutdular, artıq onu sevmirlər. Neyse. Rəqəm saldan yazmamış. Afərin deməyi unutmayın. Abone olun. Neyse. Kit var. Listemizde kit var. Yani özüm çekmişim ha. Video. Ne Şami? Kit. Kit'in ultisini da bilirsiniz. Ultiyle adam böyle duman çimiş, ağ kimi şeyler adamla belə dalaşır. Amma nə bilim, mən çox sevdiyim deyil. Çünki o adam araya qatanda adam özündən çıxırdı, özünü itirir, birdən basmağı unudur, ona görə də uduzur. Yəni belə Kit də belə karakterdir. Keçək en sevdiğim. Bu arada bir maç oynadım.
şeyden adı. Videonu çəkməm. Qazandım. Bence ben kazandım. Lumia oxşayırsan da. Bakın bir de internete. İnternette tapmışam. Hamısına 1 saat vaxt ayırdım. 1 saat nedir? 1-3. Ama sen dosyanı seç işte. Görüyor musun? İdareye bakacak. Ha, Lumi. Lumi gelmiş. Nazik şortlandı. Lumi. Bravo Stars. Lumi yazan kimi başka şey geldi. Aha, Aysa. Lumi'ne. Ne danışırdı? Oo, ne güzel. Lumi aslında unutulmuyor. İngilizce değil. Ben neyinle İngilizce? 11 Lumi. 11 Lumi. 11 Lumi nedir? 11. Lumi. Retro 11. Ancak eleme. Allah ne güzel. Bugün hayatımda ilk defa 24 saat boyunca Lumi oynayacağım. Başlangıçta Yani Lumi geçik karakterdi. En sevdiğim karakterdi bakalım. Yani Lumi necə karakter? Yəni Lumi'nin əsas özelliği o belə atır bu. Topbuzun atı adama deyir, sonra özünə çəkir. Vurur adama deyir, ona qədər də. Kurslara baxın. Ona görə də Lumi ən yaxşı karakterə çevrilir. Unutulan karakter bilirsiniz. 1000 manat. Buna da ancaq Halloween bayramıdır. Qardaş, Halloween bayramı 5 gün əvvəl idi. Onda da mən video paylaşmışam. Paylaş. Neftçi. Şimdi bu çapazı. Nədən mən video çəkəcəm. Videonun sonunda da demişdim ki Brock'u çəkəcəm diyor. Brock'u da ağımdan attımsa geri bayına gedib. Geri bayına gedib. Cümləyə baxın. Nağaram değil mi? Lumi necə karakter? Lumi'dən çıxdı. Brock, ayda. Brock harası. Brock necə karakterdir? Brock mənim ən sevdiyim karakter ola bilər əslində. Çünki o silahını vurur, sonra yanmağa başlayır. Uda bilər. Onda uda bilər. Amma tez o ultisini atsa, canı kimsə az olsa, onda uda bilərsən. Yəni ki, %100, yəni ki 3000, 4000 belə canı olsa, ultisini atıp təzən özün silahı atsan, bəlkə uda bilərsən. Bəlkə nə də %100 uda bilərsən də. Böyle Brock necə karakter? Edgar. Bak Edgar unutmadım. Ama bir dakika gözle. Ben Edgar'ın şəkilini çəkmişdim. Brock məndə yoxdur. Yəqin atmışam. Ben gözləmirəm. Brawl Stars şeylerle yazmışam. Bu Ziggy adımı yazmışam. Ben öz şeyler Lumi'de adımı koymamışam bu arada. Adımı koyarsam dostlara çağırabilirsiniz ama ben istemem. Adımı yazmışam. Prosto video koymamışam. Ben dostlar video bu kadardı. Çalışın, selamat kalın. Bu videoyu sevdiyseniz beğenmeyi, like atmayı, abone olmayı unutmayın.